Bu mənzilin proyektini mən çox bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Eyni zamanda hazır əşyalı, kupçalı bir mənzildir. Gözəl də təmir olunub, ürək açandır, yəni sıxıcı bir mənzil deyil. Bütün rəng tonları hamısı ideal səviyyədədir. Yerləşməsi də yaxşıdır. Tibb Universitetində 1-2 dəqiqəlik məsafədə yerləşir. Yeni tikili binada, yeni təmirli hazır bir mənzil. Nə var, nə yox, hamısını bir-bir sizə göstərəcəm. Başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə, bu hissədə divarçı, dolabımız yığılıb, dərinlik də çox yaxşıdır. Paltar, ayaqqabı istənilən əşyanızı rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Daxil olduqda solda belə bir böyük güzgü yerləşdirilib gizli işıqla. Otaqların yerləşməsini deyim, buranı gördünüz artıq mənzilin. Qonaq otağıdır, yataq otağı, sanitar qovşaq, bura əsas yataq otağıdır. Dediyim kimi gözəl proyekti var, yelçəkən, yəni skvaznoy mənzildir, hər iki tərəfə baxır. Ümumiyyətlə, belə mənzillərdə adətən bir tərəfli olur, amma bunda hər iki istiqamətdə baxır. Girişdə işıqlandırmada lüstr, spotlar, əlavə olaraq bura işıqlar da yerləşdirilib. Keçək otaqlara. Buranı artıq gördünüz mənzilin qonaq otağıdır, ölçüsü də yaxşıdır. Yəni, əşyalar yerləşdirilir, mebel, 4 nəfərlik masamız, əlavə olaraq kifayət qədər də boş ərazi qalıb. Burada, deməli, pərdə, hər bir şey hazır, yəni hazır gir-yaşa mənzildir. Televizorunuz da yerləşdirilib bu hissədə, böyük ekran televizor. Başqa nə var? Tavan hissəni göstərək. Mərkəzdə lüstrumuz, spotlar, gizli işıq, dizayna uyğun da tablolarımız yerləşdirilib. Gəlin, burada mən sizə göstərim mənzilin əsas yataq otağını. Demək olar, qonaq otağı ilə eyni ölçü, bəlkə də ondan da biraz artıqdır. Böyük bir yataq otağımız var. Nəzərə çatın ki, mənzildə 2 eyvan var. Bir eyvana bu yataq otağından, digərini isə mətbəxdəndir. Oradan da göstərəcəm sizə. Geniş də eyvanımız var. Dediyim kimi, hər iki tərəfə baxır, yelçəkən skvaznoy mənzili. İstili sistemi kombidir, radiatorlar da hamısı quraşdırılıb hazırdır. Burada deməli, taxtımız yerləşdirilib, arxa hissəsi belə gözəl dekorla bəzədilib, tablolar bu hissədə. Dolabımız yığılıb, yataq, yəni otaqlarda kifayət qədər şkaf var, bu barədə narahat olmağa dəyməz. Burada yerləşir bizim sanitar qovşağımız, içərisi də kifayət qədər genişdir. Bu hissədə solda duşkabin yığılıb, bütün aksesuarlar hazırdır, moydadır, divarçı unitaz və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Nəzərə çatın ki, mənzil sənədləri də qaydasındadır, çıxarış, yəni kupçada var. Gəlin, mən sizə göstərim. Burada nəzərə çatın ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir, amma çox gözəl şəkildə proyekt olunub. Mətbəx hissə buradadır, vitraj pəncərə, çox işıqlı mənzildir. Burada da döşəmə, qranit disk döşəmə ilə təchiz olunub, yeni mətbəx mebeli yığılıb, bütün texnikalar var, paltar yan, qab yan, qaz peçi, aspirator içərisində görsədim. Bu hissədə soyuducumuz yerləşdirilib. Burada da şkaflar var, hər iki tərəfdə. Tavan hissəni ümumi olaraq göstərək. Mənzil haqqında tam təsəvvür formalaşsın. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağım. İkinci yataq otağımız isə burada yerləşir. Burada da bütün əşyalar var. Taxtımız yerləşdirilib. Buradan mətbəxə də keçmək olur. Belə bir sürgülü şüşə qapı ilə. Buranı göstərdim sizə. Yəni, buradan da daxil ola bilərsiniz. Qonaq otağından da istədiyiniz şəkildə. Dediyim kimi, radiatorlar hamısı quraşdırılıb, hazırdır. Yataq otağının bu hissəsində isə yenə divarçı dolabımız yığılıb. Belə mənzildən bu qədər keçirən məlumatlara dediyim kimi yerləşir. Azadlıq prospekti Tibb Universitetinə piyada 1-2 dəqiqəlik məsafədədir. Yeni tikili, gözəl binadır, həyəti, yeraltı parkingi, hər bir şey var. Sənədlər qaydasındadır, kupçalı mənzildir. Necə görürsünüz, bütün hər şey qiymətə daxildir, bütün mebel texnika var. 2 otaqdan 3 otağa düzəlmə, ölçüsü 99 kvadratdır. 20 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Tam əşyalı mənzilin qiyməti 399 mindir. Texnikaları çıxmaq şərti ilə isə 389 minə təklif olunur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.